Selamlar, mən Qabil. Bugün sizlərlə birlikdə 5-ci ligdən 5-ci ligdən 1-ci liqə yüksəldik videosu çəkəcəyik. Bildiyiniz kimi, 30 bölümdə çox qəşəng qazandığına qədər qalibiyyət aldıq. 2-ci liqə çıxdıq liqdə. Gördüyünüz kimi dostlar. Buradan qol krallığınıza da göstərim sizə. Sərində dostlar adı odur ki, hər uçduqca qarşı tərəfin ən yaxşı yüksək overall oyuncusunu götürəcək. Bunlarda məsəl üçün 63 GB var. Gözün heç işə yaramayacaq dostlar bunlardan. O görə uçsaq da götürməyəcək. İndi sizə kadromuzun dəyərini də göstərəcəm dostlar. Baxın. 6.2 milyar mıyı. Və burada dostlar 61 GB var. Bunlarda da işe yaramır. Bunlar da bizlə, bunlar deyəsəm 6-cı ligdən playoffla yüksəlmişdilər 5-ci ligə. Görüm kimə düşürlər bunlar. Yo, playoffdan da 4-cü ligə yüksəlmək istəyirlər. Ligdə 1-ci liqə aldıq, çox qəşəng. Kubok maçımız bizim niyə gəlmir? Onları dostlar deyəsən bu kubok maçına Korfnas Ligi 2-ci eləmə zadından başlayırıq. İnternetdə araşdırmışdım. Hələ kubok maçı bilinmir. Bunlarda da heç işə yaramayacaq. 3-0 çox qəşəng gedirik. Ligdə birinciyik. Kubok maçında hələ də rəqibimiz bəllidir. Bunlarda 64 GB var. Uçsaq götürək. Çox yaxşı. Və utduq dostlar. Qoyun oyunçunun adını qeyd edeyim. Dostlar qeyd elədim oyunçunun adını. Buradan yazım. İki dənə idi deyəsən. Sonra dostlar bu daha oyuncusu. Bir dəqiqə dostlar. Bu daha dostlar oyuncusu. Buna mən bir 3 verəcəm. Rədd elədi. Yaxşı 800 versəm. Qəbul elədi. Oyuncumuzu buradan qoyuruq. İlk 11'ə. Bunu sataq geçsin elə seni qarırın. Satdıq. Kulüb görək. 2 milyon qalxdı. Bunlarda da deyəsən yüksək yoxdur, yox. Gəlin bir də yoxlayaq dostlar. Yox, işə yaramır heç bir oyuncusu. Və ligdə 4 xal çıxdı ikinci aramızda. Kubok maçımızdakı ilk rəqibimiz. 62'lik santraforları zatları var. Amma heç bir işə yaramır olar ki bizim üçün. Və gördüyünüz kimi dostlar çox güclü takımlar gəldi. Ne kadar güclüdür bunlar. Hər nəysə bizim rəqibimiz heç olmaz, zəif düşdü bizə görə. Qəşəng düşdü. 5-2 keçməyə bacardıq. Bir dənə bunlar ələnsə yaxşıdır bizim üçün. Onlar da 1-0 udub. Ligdəki sıradakı maçımız 62'li lövbeyləri var. Heç bir işə yaramır. Ligdə birinci olaraq biz gedirik hələ ki. Birinciliyi də vermirik. Bunlarda kim var? 60 diyamı var. Heç bir işe yaramır. Kırmızı kart görən sənin mən özüm başa düşdüm.
Qoy qol olsun, amma qırmızı kart gördüm. Özdə santraforumuz görüb. Yaxşı redək santraforumuz var imiş. 56-lıq Almanyalını sata bilirəm görüm. Yoxsa pitbolu buraxacaq. Yox, sata bilirəm. O geçsin. Pis o getdi. Kadromuzdan dəyər düşmədi. O yaxşıdır. Və bunu da bura qoyduq. Antrenman basaq. Bunlarda 68'lik qapıcı nə idi? Oy oy oy, bunu da o qapıcını götürək. Qırmızı kart görməyin də, nəhlətə gəlməyin. Qəşəng utduq amma. Utduq amma. Çox qəşəng. Qoyun o dostlar o qapıcının adını qeyd edeyim. Qeyd elədim dostlar. Rəqib 14-cüymüş. Nəcəbə belə qəşəng qapıcıları var. O qapıcının adını qeyd edeyim mən. Çox sevinəcəm. Çünki dostlar o bizə qapıcı kubok maçında da köməyi olacaq əlbəttə ki. Bunun qapıcı bu daha dostlar 27 yaşı var. Buna 1 milyar. Qoyun buradan pul çəkin. Buna 1 milyar versəm görsən gələr. Yox 1 milyon. Və gəldi də. Xoş gəldi yeni qapıcımız. Müdafiəmiz 63 idi. Oldu 64. Dən bu qırmızı kart görənlər azalsı idi, yaxşı olardı. Bu qapıcı ilə bilmirəm yollarımızı ayırdıq bəlkə. Qobu maçı keçək. Bunlarda 64 diyamı var, heç bir şey yaramır. Kubok maçında rəqibimiz bəlli olmadı, oldu. Dostlar rəqibə baxın. Öz Azərbaycanlı oyunçu da oynadırmışlar. Dostlar bu arada Azərbaycanlı oyunçunun adı Rüfət Abbasov. Nəcə belə ligdə oynayır. Görüm neçənci ligdədir onlar. 4-cü lig. Yoxdular. 3-cü lig. Dostlar bu daha. 3-cü lig rəqib gəldi bizə. Çox çətin oldu. Çox çətin oldu. Bizim bütün işimiz qapıcıya düşür. Qapıcıya güvənəcək. Kubok maçında çox güclü rəqib düşdü bizə. Çox Ligdə santraforumuz olmadığına görə uduzduq, heç nə olmaz. İkinci amma sürətlə gəlir. Bu nə qədər təklif göndərir bizim oyunçumuza. Eyni takım da özür dostlar, opsi bölümlərdə izləyin. Elə bu takım təklif göndərir bizim oyunçumuza. Neçə dəfə deyirəm satmıram. Sözü evlə də pul vermirlər. Yenə təklifi rədd elədim. Ligdə 19-cu turdayıq. 2-0 qalibiyyət, çox qəşəng. Və gəldi o kubok maçı, o gözlənən kubok maçı. Bütün oyuncularımız ilk 11'ə qoyaq. Hansılardır? Bunu çıxardaq. Və bunu dostlar özüm oynamayacağım. Görək takım nə ara biləcək. FA Cup'da biz irəliləmək istəyirdik, amma olmadı. Bəlkə olacaq, keçə biləcək, keçə biləcək də güclü rəqibə oxşamır. Utsaq bunların bir də oyuncusunu götürək, fisoda həll olundu. Və öz evimizi deyəsən. Hadi qapıcı, sən güvənlik, o qapıcımızın adına baxaq. Qol buraxma. Oy 2-1. Hadi uşaqlar. 2-4. Deyəsən ələndik. Qapıcımız heç belə performans sərgi eləmədi. Bəli, ələndik dostlar kubokdan. Heç nə olmaz. Başqa kubok maçımız da deyəsən yoxdur. Olsun, biz ligə odaqlanaq, ligdə davam edək. 61-ci qapıcının qosatım. Satdım getdi. Kadromuzun belədir.
7.2 milyona yüksəlmişik. Bunlardan yüksək 62'lik qapçı heç işə yaramayacaq. Birbaşa dostlar ligdən elə bil ki birinci olaraq yüksəlsək çox yaxşıdır. Bir də playoff oynamayaq. Bunlar çox sürətlə gəlir. Heç belə də oyuncular yoxdur. Bunlarda 66'lıq cübü. Oy, bunu tutsaq vsioda çox işə yarayacaq. Takımımız çox qəşəng gücləşir. Bunlar tutduq. Oyuncunun adını qeyd eləyim. Qeyd elədim dostlar. Buradan yazım adını. Hansı oyuncuydu o? CB idi deyəsə 66'lıq. Bu daha dostlar 28 yaşı var özü çox qəşəng. Buna bir 900 verəcəm. Qəbul etdi. Hoş geldin. Sen de bizim takımımıza. 64'tü savunmamız. Oldu 65. Bu daha cavandı, bunu oynadacağım. Bizi bununla yolumuzu ayıraq 59'luqla. İngiltərəli oyuncular üzəyi çox azaldı kulübümüzdə. Takımımızın da dəyəri getdikcə yüksəlir. Burada antrenmanımızı basaq. Bunlarda 60'lik, 66'lıq ruru. Çox qəşəngdir bunlarda. Takımımız bir yıldız yalıma yüksəlib. O da götürək. 66'lığı. Utduq. Dostlar, o qeyd elədim. Gələk buradan indi. Dostlar, hansıydı? Bu idi ha. Buna biz 1 milyar versək gələr. Gəldi. Çox qəşəng. Hücumumuz görək 61'dir. 63 oldu. 63 oldu. Bu 57'liyin özü sağollaşa bilərik. O geçsin. Getdi o. Bunu belə qoyaq. Все yaxşı yox hələ ki. Bunu da belə qoyaq. Kulübümüzün dəyəri 10 milyona gedir yavaş-yavaş. Sıradakı rəqibimiz budur. Bunlardır. 61'ciklər. Heç bir şey yaramır. O aslında işe yarayır bunların bu 61'ləri uçaq götürərik. Dostlar, Qo'nun da adını tez qeyd eləyim mən. Yazdım adını dostlar. Kubok maçları oynadır. Bizi ələyən. Görüm hanı bizi ələyən. Bu arada çəl-sələni bu kubokdan. Bizi ələyən hani? Ha, onlar da 2-0 ələnib. Bizden bir tur sonra. Bu Tuom adıyla ne kadar transfer elədi ya biz bölümün başından. Oyuncu daha 300k verəcəm. Qəbul eləmədi. Yaxşı 800k verəm ver. 700 olsun bak. Все. 63'tü.
İlk 11'imiz elə 63'də də qaldı. Dostlar, bu kaptanlığıza da ayarlayayım mən. Dostlar, və ayarladım müziği. İlk 11'imizi zadı. 64 diyor. Bunlardan o kadar oyuncu var. CB'ləri var. İşe yaramayacaq CB'ləri. Onun yerine buradan heç kəs işe yaramır dostlar buradan. Uçsaq da. Kaptanlığı dostlar qapçıya verdim. Over'u yüksəkdir deyə. Haqqım verər kaptanlığın görək. Bunların kadrosu çox qəşəng idi, amma indi zaya çıxıb. Burada qaldıq. Dostlar, bu bölüm barədə çox uzun ola bilər. Bunlardan 62'li, 66. 66'lıq santrafor. Uçsaq götürə bilərik. Görə də biləcəyik. Və dostlar, utduq dostlar, onun üçün qadın qeyd edeyim. Dostlar, bu arada qapçımız maçın oyuncusu oldu. Dostlar, oyuncusun adını qeyd eləyək. Yo, yığını qoyurduq, sonra xətti qoyurduq deyəsən. Ay, yeniləmə də, yeniləmə. Bunu yeniləmə. Sını. Sonra dostlarlı. Dostlar, bu arada yeni transferlərimiz də gələcək. Gözün dostlar deyək. Dostlar, devam eləyək. Sonra nə idi deyəsən. Yenə çıxmadı bu oyuncuya. Buradan dostlar gələk. Belə qoyaq bir də. Yenə çıxmadı. Niyə çıxmır bu oyuncuyu? Yığını da sildik. Də çıxmadı. Dostlar, o oyuncu nə idi görəsən? Qollara bir də baxım təkrardan. Nə idi o? Santraforuymuş. Dostlar, indi bildim. Qoy buradan yazaq bir də. Y idi deyəsən. Ay, xətt qoyma mal. Qoy bir də belə yazaq. Görək çıxacaq belə. Santraforu idi, 66'lıq idi. Dostlar, daha 33 yaşı var. 600k verəcəm. Gəldi. Və yeni santraforumuz. İlk 11'ə qoyuruq. O əməkli olar deyə bu 57'liyi satıram. Santrafor. O geçsin bu. Bu da getdi. Kadronu sizə göstərim. 10 milyon oldu kadro dəyərimiz, yox hələ. İngiltərəli oyuncular yeni artmağa başladı. İdarə eləməyə çalışaq. Və bəli dostlar, gördüyünüz kimi üzəyə davam eləyə. Bunlarda heç kəs yoxdur, işə yarayacaq. Bunlara 3-0, 4-0, 5-0, 7-0 rəqibi darmadağın elədik. Görək onlar neçəncilər ki? Onlar kimə düşüblər üzək. Biz demək olar ki dostlar, yenə rahat yüksələcəyik 4-cü liqə. Gördüyünüz kimi. Buradan 63'lü heç bir işe yaramır. 1-0, 2-1, 3-4-1 və bəli dostlar, devam eləyək. Ligdə demək olar ki, birinci də çıxdıq elə biz. Görək burada hansı səhv takım var buradan gəlib çıxan. Heç kəs yoxdur. 63'lü. Bunlar dedi heç kəs işə yaramır. 1-0. 1-0'dan da utduq. Gol krallıqlarını görürsünüz. 2 dənə oyuncumuz gol kraldı. Biri yedəkdir. Qırmızı kart görən oyuncumuzu çıxardaq.
Onun yerine 59'u koyduk. Burada bunu koyduk. Bunlarda 62'li heç yenə işe yaramır. Dostlar, bu arada kariyerimiz çok qəşəng devam edir. Yüksəlişə keçmişik oyun baxımından. 1-0 yenə qalibiyyət. ...65'li yağmı işe yaramır. Uduzduq. 1-0 uduzduq, heç nə olmaz. Gol krallığında hələ də 2 dənə oyunçumuz gol krallığındadır. Ligdə 3 dəfə uduzmuşuq düz. Qalanları bərabərə qalibiyyətdir. 65'li santrafor heç işe yaramır. 1-0, 2-0, 2-1, 3-1. Çok qəşəng devam edirik. Sizə buradan qalan maçlar göstərim dostlar. Çox az maçlar qaldı. Bu arada heç kəs yox idi. Dostlar, baxmağa ehtiyac yox idi. Və 1-0, 2-0. 2-0 keçdi rəqibimizi. Dostlar, kubokda irəliləyib böyük takımlar görmək çox qəşəng olar həqiqətən də. Da konferans ligləri oynanır. Görək bizdən kim var imiş burada. Bizdən heç kəs yoxdur. 62'liyi koyduk. Buraya bunu koyduk. Burada bunu koyduk. Burada da heç kəs yoxdur. 2-0. İkinci ilə aramızdakı fərq açılır. Bunlar 6-cılığa yeriləyiblər ki, nə əcəb. Ola, bizim santraforlar nə pis qalxdı. 3 dənə gol krallığında oyunçumuz var. Asist krallığında bir dənə. Takım çox asistə önəm vermir. Burada 60'liyi koyduk. Bunu koyduk. Fiso yaxşıyıq. Bunlarda da heç kəs yoxdur. Nə işte yoxlamağa ehtiyac yoxdur belə. 1-0, 3-0, 6-2 rəqib utduq. Asist krallığında oyuncumuz 6-cılığa çıxdı. Hələ burada da 3 dənə oyuncumuz var. Gol krallığında. Bunlarda da heç kəs yoxdur. Yoxlamağa ehtiyac yoxdur. 2-1, 4-1. Gol krallığını tez-tez yoxlayacağım dostlar. Asistə eyni də dostlar. Devam edək dostlar. Və dostlar, burada basdıq antrenmanımızı. Bunlarda güclü oyuncusu yoxdur. Və bunları da 2-0, 6-0 düz keçdik. Gol krallığında hələ də 3 oyuncumuz var. Burada da bir oyuncumuz var hələ də. Və dostlar, bunlarda da heç kəs yoxdur. Bunlar da elə kömə düşüb. Və 1-0, 2-0, 3-0. Rahat qalibiyyətlərlə birincilik. Bunların heç yıldızları yoxdur demək olar. 1-0. Bərabər qalibiyyət. Və dostlar, videonu burada bitirmək məcburiyyətində qalacağım. Gördüyünüz kimi kubok xəbərdə gəldi. Üzüb birinciliyə, üzüb 4-cü liqə yüksəlirik. Buradan takımın bir dənə kuboku var. Dostlar, videomu burada bitirirəm. Üzüb gələn bölümdə çox qəşəng şeylər olacaq məncə. 4-cü liqə yüksələ biləcək. Çünki rahat yüksələcək. İkinci heç yaxın yoxdur bizə. Rahat 4-cü liqdəyik bir sonraki bölümdə. Sağ olun, indilik özünüzə yaxşı baxın. Gələn bölümdə görüşərik.